Allah Taala bu cümə gününün xeyir və bərəkətindən cümləmizə inayət etsin. Allah Taala bütün müsəlmanların ibadət və itaətlərini qəbul etsin. İnşallah. Allah Taalanın Əl-Fatir ismi barəsində danışırdıq. Dedik, Əl-Fatir ismi Allah Taalanın yaradan olması barəsində bizə xəbər verir. Və neçə ismi var Allah Taalanın yaradan ismi, Xaliq ismi var, Fatir ismi var, Badi ismi var. Hər isim barəsində inşallah biz danışacağıq. Amma Allah Taalanın Fatir ismi barəsində danışdığımız zaman bizim bir adətimiz var idi ki, o sözdən gələn bütün sözləri və dinə aid olan mövzuları biz danışırdıq. Həmin ad barəsində biz danışdığımız zaman dedik ki, bu Fatir ismindən neçə adlar, neçə sözlər, neçə isimlər düzəlib. O həmin adlardan biri də Allah Taalanın Fatir ismindən düzələn fitrət kəlməsidir. Fitrət sözüdür. O da elə fətərə kəlməsindəndir. Fitrət sözünü biz az-çox eşitmişik. Məsələn, bəzi insanlarda xüsusi istedad olduğu zaman deyirlər, onda fitri istedaddır bu. Yəni, bu sonradan öyrənilən deyil. Bu, onda elə zatən var bu istedad. Məsələn, əgər bir rəssamın əl işinə baxırıq biz, görürük ki, həmin rəsm əsərini bu rəssam barəsində məlumat əldə etdiyimizdən görürük ki, bu rəssam xüsusi bir məktəbdə oxumayıb. Bu şəkillə, rənglə, fırça ilə bu öz istedadını həmin tabloda göstərib. Yaxud müxtəlif sənət sahiblərini nümunə göstərmək olar, yaxud şair də adam. Şeir yazır. Şeir yazmaq özü də bir fitri istedad tələb edir. Yəni, şeirin təkcə vəznini bilmək, ədəbiyyatı bilmək, bəhirləri bilməklə kifayətlənmir. Gərək bir xüsusi istedad olsun ki, o həmin sözləri bir-birinə calayıb, düzüb, onu cəmaata təqdim edə biləsən. O cümlədən bu həmin fitrət barəsində biz danışdığımız zaman neçə şeyi Allah Taala bizim fitrətimizdə qərar verib. Bəzi insanlar onun fərqinə varır, bəzi insanlar ona diqqət etmir. Hələ bilirlər ki, elə bu cürdə olmalıdır. Biz əvvəllərdə bəlkə danışmışıq, demişik, bəzi xüsusiyyətlər var ki, insanlarda bu fitridir. Yəni, heç kəs ona bunu öyrətmir. Yəni, bu insanın daxilindəndir, təbiyyətindəndir. Fitrət barəsində Quran-ı Kərimdə Allah Taala ayədə buyurur. Elə o səbəbdən biz bugünkü mövzunu bu barədə danışdıq. Allah Taala buyurur ki, فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا Rum surəsinin 30-cu ayəsində. Allah Taala buyurur ki, üzünü Allahın xalis dininə tut. فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا Üzvü Allah Taalanın xalis dininə tərəf tut inan. Fitrətəllahilləti fətərən-nasa əleyhə Bu bir fitrətdir ki, Allah Taala insanı bu fitrət üzərində yaratmışdı. Bu fitrət üzərində yaratmışdı. Lə təbdilə li xəlqillah Allah Taalanın yaratdığında dəyişmək olmaz. Lə təbdilə li xəlqillah Allahın yaratdığında bir dəyişiklik yoxdur. Zəlikə dinul qayyim Möhkəm din elə budur. Zəlikə dinul qayyim Vələkinnə əksərən nəsi lə ya'ləmun Amma əksər insanlar bunu bilməzlər. Allah Taala o ki, peyğəmbərlər göndərir, peyğəmbərlər insanın içərisində olan təkallahlılığı üzə çıxartmaq üçündür. Yəni, peyğəmbərlərin adlarından biri müvəkkirdir, xatırladandır. Peyğəmbər
peyğəmbərlər cəmaata xatırladırlar. Yəni bu insanın özündə var. Peyğəmbər də ona xatırladır ki, axı səndə bu xüsusiyyət var. Məsələn, qeyd eləyirlər ki, əgər bir insanı elə bir mühitdə hələ uşaq ikən qərar versələr ki, xarici bir amil ona təsir göstərməsin, din baxımından xarici bir təsir ona göstərməsin, insan heç bir ona din öyrədilmədən insan təkallahlı olar. İnsan təkallahlı olar. Yəni, insanda Allah Taala belə bir xüsusiyyəti qərar verib. O cümlədən İmam Əli əleyhissalam Nəhcül Bəlağədə buyurur. Nəhcül Bəlağənin 1-ci xutbəsində İmam buyurur ki, Allah Taala öz elçilərini insanlara göndərdi. Göndərdi ki, peyğəmbərlərini bir-birinin ardınca təhkim elədi. Peyğəmbərlər ardıcıl gəldi. Onlardan fitrətlərinin, əhdlərinə vəfalı olmağı tələb etsinlər. Hətta Əraf surəsində Allah Taala aləmi zər desək, yaxud aləmi ələs desək ki, insanın dünyaya gəlməzdən öncə Allah Taala ilə bağladığı bir əhd var. Həmin əhdi Qurani Kərimin Allah Taala bir neçə yerində insanlara xatırladır ki, axı sizinlə biz əhd eləmişdik. Ələm əhəd ileykum ya bəni Adəm. Ey Adəm övladı, biz sizinlə əhd etmədikmi? Yaxud Allah Taala buyurur ki, Ələstu Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Qalu bəla. Dedilər ki, əlbəttə sən bizim Rəbbimizsən. Bir insanlar dünyaya gəlməzdən öncə Allah Taala ilə belə bir əhd bağlayıblar. Lakin sonra bu əhdi unudublar. Bir peyğəmbər gəlir, o həmin əhdi insanlara xatırlatmağı, fitrətlərində olan əhdlərinə vəfalı olmağı xatırlatmağa gəlirlər. Unudulmuş ilahi nemətləri onların yadına salmağa, təbliğat apararaq onların bəhanə gətirməsinə yer qoymasınlar, onlar üçün düşüncə xəzinələrini üzə çıxarmaq üçün gəlib Peyğəmbər. Peyğəmbərlərin gəliş səbəblərindən biri budur ki, insanların fitrətində olan təkallahlılığı üzə çıxartsın. O cümlədən diqqət etsək Qurani Kərimin Həcc surəsinin 31-ci ayəsində Allah Taala insanları təkallahlılığa dəvət edir. Hənif din, hənif kəlməsi biz eşidirik. Qurani Kərimdə Allah Taala İbrahim əleyhissalam barəsində buyurur ki, İbrahim nə Yəhudi idi, nə Xristiyan dinində idi, İbrahim hənif bir dində idi. İbrahim əleyhissalam təkallahlılıq dinində idi. Həcc surəsinin 31-ci ayəsində Allah Taala buyurur ki, Hunəfəə lilləh qeyrə müşrikin, Allaha görə haqpərəst olub, müşrik olmadan. İmamdan soruşurlar ki, Hunəfəə lilləh nə deməkdir? Hənəfiyyət nə deməkdir? İmam Muhammed Baqir əleyhissalamdan soruşurlar. İmam buyurur ki, Hiyəl fitrətulləti fətərəllahun nas əleyhə. O deyir, insanın fitrətindədir ki, Allah Taala həmin o fitrətdə insanları xəlq etmişdi. Fətərəhumullahu aləl mərifə. Allah Taala insanları bu mərifətlə yaradıb, bu mərifətlə xəlq edib. Peyğəmbərimiz buyurur, Qalə Rəsulul Əkrəm sallallahu aleyhi və alihi və səlləm. Bu həmin bütün məzhəblər arasında eynidir. Bu hədis eynidir Peyğəmbərimizin sözü. Yəni, onu başqa məzhəblər də rəvayət edirlər. Həzrəti Peyğəmbər buyurur ki, Kullun mavludin yulədu aləl fitrəti. Hər bir kəs, hər bir insan öz fitrətində dünyaya gəlir. Təkallahlılıqda dünyaya gəlir. O həmin fitrəti Peyğəmbərimiz bizim üçün açıqlayır. Buyurur ki, həmin fitrət nədir? Buyurur ki, əl-mərifətu Allahı tanımaqdır. Bi-ənnəlləhə əzzə və cəl xaliquhu. İnsan bilir ki, onu yaradan Allah var. O mərifət üzərində insan dünyaya gəlir.
Kəzalikə qavluhu habelə Allah Taala'nın bu sözü kimi ki, və ləin səəltəhum, əgər insanlardan belə bir sorğu keçirilsə, necə məsələn günümüzdə olur da, jurnalistlər müsahibə alırlar yolda cəmaatdan bir-bir, elə bu sözü soruşsalar cəmaatdan, soruşsalar ki, وَلَئِنْ سَأَلْتَهُمْ Allah Teala buyurur ki, əgər onlardan soruşsalar ki, Mən xələqəs səmavati vəl-ərz Göyləri və yeri kim yaradıb? Hələ bu sualına, hələ cəmaatdan soruşsalar ki, Mən xələqəs səmavati vəl-ərd Göyləri və yeri kim yaradıb? Hamı yekdilliklə bu cürünə deyərlər ki, لَيَقُولُنَّ اللّٰهِ Allah yaradıb. Allah yaradıb. O cümlədən Ənkəbut surəsinin 45-ci ayəsində Allah Teala buyurur ki, onlar ki, bəzi məqamlarda Allahı inkar edirlər. Yaxud dini məsələlərdə bizi qatmayın, bizim dinlə aramız yoxdur deyirlər. Elə ki, işləri çətinə düşür, Allahı çağırırlar. Elə ki, işləri dara düşür, Allahdan kömək istəyirlər. Allah Teala buyurur ki, فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ Ənkəbut surəsinin 45-ci ayəsində Allah Teala buyurur ki, فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ Onlar gəmiyə mindikləri zaman دَعَوُوا اللّٰهَ مُخْلِسِينَ لَهُ الدِّينَ Allah Teala buyurur ki, yəni indi bu ayədən biz belə başa düşürük ki, tufana düşürlər, gəmi çətin bir şəraitdə, çətin bir vəziyyətdə hamı Allah Taalanı çağırır. Hamı Allahı ixlasla dua edir. Dəvullaha muxlisinə ləhuddin. Bir ixlasla Allahı çağırırlar. İxlasla Allaha dua edirlər. Allah Taala buyurur ki, fələmmə nəccahum. Onlara biz nicat verdik. Onlar gəmi ilə gəlib çatdılar sahilə. Quruya çatdılar, rahat bir yerə çatdılar. Fələmmə nəcahum iləl-bərri İzahum yüşrikun. Yəni də Allahı yaddan çıxartırlar. Yenə Allaha şərik qoşurlar, yenə Allahı unudurlar. İşləri çətinliyə düşdüyü zaman Allahı çağırırlar. Elə ki, Allah Taala onların işlərini asanlaşdırır. Elə ki, Allah Taala onlar üçün yol açır, yenidən Allahı unudurlar. Məsələn, dünənləri bir nəfər söhbət eləyir, deyir ki, danışır, deyir ki, bir yerdə işləyir ki, həmin yerdə deyir, bir dənə mübahisə yarandı. Allahın varlığı ilə bəziləri dedi ki, yoxdur Allah. Bəziləri dedi, bu cür mübahisə yarandı, dedi, sakitləşdirdim aranı, dedim ki, yığışdırın bu söhbəti. Bu nə söhbət deyirsiniz? Necə yəni Allah yoxdur? Dedi, bu insanlarda bilmirəm nədən əmələ gəlir. Halbuki Allah Taala bu həmin adam deyir. Halbuki Allah Taala onlara lazımın qədər mal-dövlət də verib. İmkanları da yaxşıdır. Nə üçün Allahı bunlar inkar edirlər? Hansı ki Allah Taalanın verdiyi nemətin şükrünü yerinə yetirmək üçün ki Allah Taala bizə bu mal-dövləti verdiyinə görə Allaha çox şükür olsun, inkar edirlər Allahı. Quran-ı Kərimin Ələq surəsi bizim yadımıza düşür. Ələq surəsində Allah Taala buyurur ki, İnnəl insanə ləyyətğa. Həqiqətən insan Allaha tüğyan eləməyə başladı. Nə zaman Allah Taalaya tüğyan edir insan? Aleykümselam. Nə zaman insan Allah Taalaya tüğyan edir? Deyir ki, ən ra'əhustəğna. Özünü ehtiyatsız gördüyü zaman insan görür ki, əlində hər bir şərait, hər bir imkan var, başlayır Allahı inkar etməyə. Eynən bunun bənzəri Musa əleyhissalamın zamanında var idi ki, Haman idi. Hamanın deyir, o qədər malı, dövləti, sərvəti var idi. Musa əleyhissalam gəldi ki, bunu Allah Taala verib sənə. Bəli, amma o yenə də özünə qoyulmadı. Yekun olaraq İslam alimlərindən bir sözünü
danışmaq istəyirəm sizə. O həmin alim danışır ki, hər bir insanın fitrətində Allah Taala var. Hələ Allahı inkar edən şəxslər belə öz fitrətlərinə diqqət yetirsələr, görərlər ki, Allah var onların fitrətində. Alimlərdən biri danışır, deyir ki, təyyarə ilə gedirik, başqa bir ölkəyə səfərə gedirəm, bir nəfər yoldaşı yanımda əyləşdi. Dedi, yolumuz uzun olduğundan istədim ondan ünsiyyət quram. Soruşdum ondan, o məndən soruşdu, nə peşənin sahibisən? Dedim ki, mən teoloqam, yəni işim Allah-şünaslıqdır, Allah barəsindədir. Bu cürlə mütəxəssisəm, ixtisasım budur. Dedi ki, mən Allahı qəbul eləmirəm, yanımda oturan bu cür dedi. Dedim, mən Allahı qəbul eləmirəm. Dedi, başladım onun üçün misallar çəkməyə, nəqli dəlillər, əqli dəlillər, sübutlar getirməyə. Dedi, yox, xeyri yoxdur, qəbul eləmirəm. Gördüm, adamda təəssübkeşlik idi. Yəni, əksəriyyət insanlar əgər qəbul eləmirsə, onlarda təəssübkeşlik var. Yaxud təkəbbürlük var. Necə ki, Peyğəmbərin zamanında bir dəstə adam Peyğəmbərin yanına gəldi. Dedilər, Peyğəmbər, biz Allahı qəbul eləyirik, amma nə Allaha ruku eləyəcəyik, nə də səcdə eləyəcəyik. Biz bu vaxta kimi heç kəsin qarşısında əyilməmişik, heç kəsin qarşısında da baş əyilməmişik. Peyğəmbər buyurdu ki, yox, belə bir Allahı, belə bir dini qəbul eləmək düzgündür. Gərək Allah istəyən kimi Allahın dinini qəbul eləyəsən. Elə iblis Allaha səcdə etmədiyinə görə Allah Taala onu qovdu dərgahından. Bəli, əlqərəz, bu alim dedi, nə qədər danışdım, qəbul eləmədi. Dedi, indi istədim onun üçün bir misal çəkim. Misal bundan ibarətdir ki, dedi, Allah göstərməsin. Dedi, elan elədilər ki, təyyarə nasazdır və qəzaya uğraya bilər. Uşaqlar ağlayır, içəridə bir panika yaranıb, hamı təşviş içində, biri qaçır o yana, hamı həyəcanlı. Mən deyir, bu səhnəni onun gözündə canlandırdım və dərhal ondan soruşdum ki, sən kimdən kömək istəyərsən? Dedi, Allahdan. Dedi, bəs Allahı sən inkar edirdin. Ona görə hər bir insanın daxilində, fitrətində Allah Taala təkallahlılıq qərar verib. Sadəcə insanlar onu üzə çıxarmalıdırlar və Allah Taaladan duamız budur ki, Allah Taala bizi tövhid dinində, haqq yolumuzda sabit qədəm etsin. İnşallah.